Salam, hər vaxtınız xeyir. Bugün sizinlə çox maraqlı bir mövzu, psixoloji sağlamlıq haqqında danışacağıq. Gəlin əvvəlcə belə bir sual yaradaq beynimizdə ki, niyə görə insanın sağlam olması yalnız xəstələnməmək demək deyil? Yəni bir insan xəstələnmirsə, o deməkdirmi ki, o artıq tam sağlamdır? Təbii ki, xeyr. Yəni qarnımız tamam ağrımır, temperaturumuz yoxdur, boğazımız ağrımır, amma tam sağlamıqmı? Bunlar kifayət etmir ki, belə bir qərara gələk. Çünki insanın sağlamlığı konkret iki hissəyə bölünür. Birincisi fiziki sağlamlıqdır, ikincisi isə psixoloji sağlamlıqdır. Yuxarıda qeyd etdiklərimiz fiziki sağlamlıq idi. Amma bugün digər bizim sağlamlığımızın böyük hissəsi olan psixoloji sağlamlıqdan danışacağıq. Fiziki sağlamlıq bizim bədənimizin siqnallarıdır. Psixoloji sağlamlıq isə bizim düşüncələrimizin, hisslərimizin, davranışlarımızın siqnallarıdır. Gəlin baxaq, psixi sağlamlıq deyəndə ümumi nələr nəzərdə tutulur? Psixi sağlamlığımız bizim psixoloji, emosional və rifah halımızın birgə cəmidir. Yəni, bu üçünü mütləq kompleks şəkildə nəzərdə tutmalıyıq. Psixi sağlamlığımız normaldır dediyimiz zaman üçü də normal olmalıdır. Ayrı-ayrılıqda baxaq, psixoloji, emosional və rifah halı nədir? Psixoloji hal dedikdə nəzərdə tutulur ki, biz necə düşünürük? Ətrafda olan problemləri necə həll edirik? Qərarlarımızı nəyə əsasən necə veririk? Məsələn, əgər siz bir çətin vəziyyətlə qarşılaşmısınız və deyirsiniz ki, mən bacarmaram. Yəni, bu psixoloji hal artıq normal deyil deməkdir. Bunun əvəzinə deməliyik ki, məsələn, mən cəhd etməliyəm, bəlkə alınar. Yəni, psixoloji sağlam insan bu cür düşünür. Mən cəhd etməliyəm, yəni alına bilər. Müsbət düşünmək. Psixoloji sağlamlıq budur. Digər hissəmiz adlanır emosional halımız, emosional sağlamlığımız. Bu nədir bəs? Hisslərimizin necə cilovlayırıq, necə özümüzü tanıyırıq, özümüzü necə ifadə edirik. Bax, bunların cəmi bizim emosional vəziyyətimizdir. Hisslərimizlə bağlı, emosiyalarımızla bağlı sağlamlığımız. Məsələn, belə bir nümunə deyə bilərik buna ki, çox sevinclisiniz. Ya da bu sevincinizi ətrafınızla necə paylaşırsınız məsələn? Ya da çox əsəbləşmisiniz. Bu əsəbinizi başqalarından acığınızı çıxaraqmı sakitləşdirməyə çalışırsınız, yoxsa özünüzü başqa cür cilovlayırsınız? Yəni, ətrafınızı incitmədən bu əsəbi vəziyyətdən necə çıxmağa çalışırsınız? Bax, bu sizin emosional vəziyyətinizdir. Hisslərinizi cilovlaya bilmə qabiliyyətinizdir. Üçüncü versiyamız olacaq rifah halı. Rifah halı isə sağlamlığımızın o hissəsidir ki, artıq insan özünü tamamilə ümumi, xoşbəxt, güvənli, rahat hiss edirsə, o rifah halındadır. Təbii ki, bunların da müxtəlif çıxışları var. Yəni, xoşbəxt, güvənli və rahat hiss etmək tamamilə bizdən asılı olan bir şey deyil. Ətraf mühitin də buna təsiri var təbii ki, amma bunu cilovlamaq, bunu tənzimləmək bu bizdən asılı bir şeydir. Nümunə olaraq belə bir şey deyə bilərəm sizə. Məsələn, məktəbə gəlirsiniz, həvəslə gəlirsiniz, işə gedirsiniz, həvəslə gedirsiniz. Hər şeydən zövq alırsınız, dostlarla oynamaqdan, adicə evdə istirahət etməkdən. Yəni, bunlardan zövq almağı bacarırsınız, xırda şeylərdən zövq almağı bacarırsınızsa, bir mühitə düşəndə insan içində özünüzü tam belə normal hiss edirsinizsə, çəkinmədən rahat davrana bilirsinizsə, öz dəyərinizi anlayırsınızsa, bu özündən razılıq kimi başa düşülməsin. Yəni, dəyərini anlamaq o demək deyil ki, özümüzü hamıdan üstün tutmalıyıq, mən, yalnız ego göstərməliyik. Bu deyil. Öz dəyərini anlamaq, layiq olduğun şeylərə əldə etməkdən çəkinməmək. Məsələn, əksər insanlarda mən bunu müşahidə etmişəm. Hətta özümdə də olub bir dönəm ki, iltifat qarşısında çox utanırdım. Məsələn, mən nəsə bir gözəl bir şey etmişəm və məni kimsə tərifləyir. Mən bundan çox utanırdım. Halbuki həmin tərif mənim etdiyim şey üçün normal bir dəyərləndirməkdir. Yəni, bu cür hallarda ki, sizin etdiyiniz gözəl bir şey tərifləyirlər, bu zaman çox egoya da özümüzü yükləmədən sadəcə təşəkkür etmək. Yəni, yox, əslində mən bunu
Yəni layiq deyiləm, bu sözlər mənə layiq deyil filan filan demək təvəzzökarlıq nümunəsi deyil. Əksinə öz dəyərini doğru qiymətləndirməməkdir. Ona görə bu cür hallarda normal insan, yəni rifah halında olan insan, öz dəyərini anlayan insan tərifi normal qarşılamalı və gülümsəyərək təşəkkür etməlidir. Yəni mən buna həqiqətən layiqəm, amma buna özümü layiq gördüm. Bu deməkdir. Və bu üçünün psixoloji, emosional və rifah haqqında verdiyim izahların üçünün cəmi o deməkdir ki, biz artıq psixi cəhətdən tam sağlamıq. Bundan sonra biz nələri, məsələn, bayaq danışdıq emosional halımızdan. Orada anlamalıyıq ki, nələr bizim emosional halımızı tənzimləyir. Yəni emosiyalar, hisslər hansılardır? Bu çox sadədir, əslində hamımız bilirik. Hisslər nələrdir? Yəni sevinç var, kədər var, qorxu var, qəzəb var, bilmirəm, həyəcan var. Bunlar hamısı duyğulardır. Yəni bunları mənfi, müsbət duyğular olaraq ayırmayacağam mən. Bunların hamısı əslində normal duyğulardır. Sadəcə problem buradadır ki, emosional vəziyyəti normal insan bu duyğuların hamısını normal yaşamalıdır. Yəni tənzimləməyi bacarmalıdır. Əgər biz qorxuruq və yəni bunu içimizdə heç kimə demədən saxlayırıqsa, bu da bizim psixi sağlamlığımıza zərər vura bilər. Yəni qorxunu biruzə vermək və onu cilovlamağa çalışmaq. Yəni demirəm ki, tamamilə gizlətmək. Yəni imtahandan mı qorxursan? Məsələn, imtahan sənin üçün böyük bir stres mi yaşadır? O zaman onu öz içində o qorxunu, stresi yaşamaq əvəzinə sənə dəstək ola biləcək bir insanlarla paylaşa bilərsən. Yəni məsələn, mən bu vəziyyətdən çəkinirəm, narahatçılıqlarım var. Bunu içimdə yaşamaq mənə hətta stres, daha sonra depressiyaya qədər problemlər yarada bilər ki, biz də bunu təbii ki istəmirik. Bu səbəbdən də mütləq bu cür duyğularımızı, emosiyalarımızı cilovlamağı, tənzimləməyi və zərər verə bilən emosiyalardan özümüzü uzaqlaşdırmağı bacarmalıyıq. Daha sonra demək istərdim bu mövzu haqqında ki, məsələn, bizim psixi sağlamlığımızı kənardan insanlar necə dəyərləndirirlər? Yəni, bir insan tanıyırsınız, məsələn, onun haqqında çox da dəyərləndirib məlumatlar verə bilirik təbii ki. Bu insan tənbəldir ya da bu insan çox səmimidir ya da filan kəs çox qorxaqdır ya da məsələn çox dürüst oğlandır, çox aqressiv qızdır. Bu cür sözləri çox ətrafımızda eşitmişik. Mehriban müəllimdir. Yəni bu xüsusiyyətlər bizim belə deyək, artılarımızdır, müsbətlərimiz, üstünlüklərimizdir. Amma bəziləri də var ki, bizim üçün çətinliklər yarada bilər. Ona görə də hətta müsbətlərin də bəzən həddindən çox olması bizim üçün çətinliklər yarada bilər. Ona görə bu duyğularımızın hamısını gözəl şəkildə qəbul etməliyik və onlarla düzgün şəkildə dəyərləndirib, düzgün şəkildə yaşamağı bacarmalıyıq. Çox belə eşitdiyiniz bir söz də olsa mən bunu deyəcəm. Yəni bıçaq bizim cərrahın əlində həyat qurtara bilər, amma cinayətkarın əlində cinayətə səbəb ola bilər. Nəticədə əlimizdə olanı düzgün dəyərləndirməliyik. Məsələn, stresin az miqdarı bizə fayda verə bilər. Bizim üçün adrenalin hazırlayar və o kiçik stres, kiçik adrenalin qanımızın sürətli dövrünə və nəticədə beynimizə daha yaxşı oksigen getməsinə səbəb ola bilər. Bu da yaddaşımızı daha da aktivləşdirəcək. Amma yox, davamlı və aşırı stresə məruz qalırıqsa, bu zaman bu bizə mənfi təsir göstərəcək. Ya da heç qorxusuz bir insan düşünün, yəni heç nədən qorxmur. Bu da əslində bir o qədər müsbət bir hal deyil. Cüzi qorxu o deməkdir ki, biz situasiyanı anlayırıq və dəyərləndiririk ki, ondan cüzi qorxu yaranır. Təbii ki, həddindən çox qorxudan söhbət getmir, cüzi qorxudan söhbət gedir. Bu zaman biz onu dəyərləndirib, yəni o mənfi halı necə müsbətə çeviririk, bunun haqqında düşünə bilərik. Amma tamamilə qorxusuz insan, bu duyğusuz insan deməkdir. Yəni heç nədən qorxmur, tamamilə duyğusuzluqdur bu. Təbii ki, belə insanların yəni psixi sağlam olmadığını da deməyə ehtiyac yoxdur. Çünki bu duyğuların hamısının bizdə mövcudluğu tamamilə normal haldır. Hamısı bizdə olmalıdır. Amma miqdarlarını tənzimləməli və həyatımızın müəyyən dönəmlərində onlardan doğru istifadə etməyi bacarmalıyıq. Davam edəcəm. Məsələn, ümumi götürdüyümüz zaman bizim psixoloji sağlamlığımıza nələr təsir edir onlardan danışacağım.
Bizim psixoloji sağlamlığımıza əvvəla təsir edir bizim yuxumuz, daha sonra qida rasionumuz, sonra fiziki aktivliyimiz, bir də təsir edir ətraf mühitindən gələn bizə, yəni insanların davranışı. Yəni o da təsir göstərir. Bizim ətrafımızdakı insanların bizə olan davranışı bizim psixoloji sağlamlığımıza birbaşa təsir göstərə bilər. Düzdür, çevrəmizi özümüz seçə bilərik, mənfi insanlardan uzaq dura bilərik mümkün qədər. Yəni bizim üçün mənfi dəyərləndirdiyimiz insanlardan bacardıqca uzaq durmalı. Xoşumuza gəlməyən sözləri özümüzə, yəni stres mənbəyi hesab etmək əvəzinə bu sözləri tamamilə eşitməmək, özümüzdən uzaqlaşdırmaq və əsas özümüzün haqqında öz fikirlərimizi dəyərləndirmək. Yəni kiminsə bizim haqqımızda olan fikirlərini yox, özün həqiqətən özün haqqında bu dəqiqə nə düşünürsən, neqativlərini anlamaq və daha sonra bu neqativləri müsbət yöndə necə dəyişdirə bilərəm bu haqqda düşünmək. Təbii ki, ətraf mühit deyəndə bizi sevən, həqiqətən bizə dəyər verən insanlar ola bilər ki, bizə həqiqətən doğru məsləhətlər verirlər. Yəni bu halları nəzərdə tutmuram. Amma bizə mənfi təsir göstərən, bizi yükləyən, emosional və psixoloji cəhətdən bizdə bir ağırlıq, belimizə bir yük yükləyən, mənəvi cəhətdən bizi çöküşə aparan sözlər təbii ki, biz özümüzdən uzaqlaşdırmalıyıq. Bunlar heç də bizə müsbət təsir göstərməyəcək. Həmçinin də bizim psixoloji sağlamlığımız yaşadığımız anlardan asılı olaraq dəyişə bilər. Bizdən asılı olmadan, məsələn, çox sevdiyimiz bir insanı itirə bilərik. Bu hal bizə çox mənfi təsir göstərə bilər. Xəstəlik dönəmində o insana dəstək olmuşuqsa, xüsusilə bizə mənfi təsir göstərə bilər. Bu cür mənfi təsirləri özümüzdən yəni uzaqlaşdırmaq da bizim əlimizdə olan bir şey deyil. Bu zamanda yəni bu bizim psixoloji vəziyyətimizi çöküşə apara biləcəyinə görə peşəkar birindən, yəni psixoloqlardan, peşəkarlardan məsləhət almaq, onlarla məsləhətləşmək daha düzgün addım olardı. Çünki bu hallar bizdən asılı olmadan tam rifah halında olan bir insanı belə psixoloji sağlamlıq halından çıxarıb, yəni onda problemlər yaradacaq bir vəziyyətə gətirə bilər. Bu səbəbdən bəzi hallarda mütləq peşəkarla yəni danışmaq, məsləhətləşmək mütləqdir yəni. Məsələn, bir neçə nümunə belə bir şey deyə bilərəm sizə ki, görək necə reaksiyalar verərsiniz. Məsələn, deyək ki, siz bir dənə dostunuzla oyun oynayırsınız və bu dostunuz oyunu uduzub. Yəni siz qalib gəlməlisiniz, amma həmin dostunuz oturub ağlayır. Yəni bu halda siz nə edərsiniz? Yəni versiyalar çoxdur da. Yəni məsələn, bəzi insanlar bu vəziyyətdə gülür ya da onunla danışır, təsəlli verir. Yəni burada oyun dediyimiz, yəni ciddi bir yarışma da ola bilər bu. Yəni mütləq deyil ki, primitiv, yəni oyun olsun. Bəlkə bir ciddi yarışdır və o buna çox hazırlaşmışdı və uduzub deyə o ağlayır. Buna gülmək də olar, yəni lağlağa etmək də olar və ona təsəlli vermək də olar. Təbii ki, onun ağrısını, onun yaratdığı özü üçün problemi kiçik görmək, küçümsəmək deyirlər. Onu yəni zəif görmək kimi yox, daha çox ona dəstək olmaq, ona anlayışla yanaşmaq. Bu daha yəni rifah halında olan insanın davranışıdır. Yəni biz bunu etməliyik. Bu həm də bizim özümüzə müsbət təsir göstərər. O insan ki özünü topladı, artıq tam formalar, yəni o stresi özündən uzaqlaşdırdı, artıq ağlamır. O bizdə də o qədər yüngüllük yaradacaq ki, sanki özümüzə bir sanki qiymətləndirəcək, dəyərləndirəcək ki, mən bunu bacardım, onu bu mənfi duyğudan ayıra bildim, uzaqlaşdıra bildim. Ya da ki, bəlkə digər bir misal deyim ki, bəlkə biz özümüz əsəbləşmişik. Bu halda nə etməliyik? Əgər biz özümüz əsəbləşmişiksə, yəni bu zaman özümüzü sakitləşdirmək üçün çox gözəl günlərimizdəki olan bir duyğunu xatırlaya bilərik. Ya da həkimlərin ən çox məsləhət gördüyü dərindən nəfəs al ver. Yəni bu. Ya da məsələn biraz gəzintiyə çıxa bilərik. Yəni bu hallar təbiətlə
ünsiyyətdə ola bilərik. Təbiət insana həmişə müsbət təsir göstərir. Bütün bu hallar bizim o əsəbimizi sakitləşdirəcək. Amma həmin anda əsəbi reaksiyalar vermək və ətrafına da bu cür neqativ duyğuları yaymaq daha sonra əsəbimiz sakitləşəndən sonra bizi daha çox narahat edəcək. Nəinki o əsəbləşdiyimiz situasiya. O əsəbi vaxtı davrandığımız, davranışımızda göstərdiyimiz şeylər daha sonra bizi daha çox narahat edəcək. Yəni ümumiləşdirsək uşaqlar, psixi sağlamlıq o deməkdir ki, biz öz hisslərimizi tanıyırıq, başqa insanlara qarşı hörmətlə yanaşırıq, həyatımızdakı çətinliklərlə düzgün şəkildə mübarizə aparırıq və təbii ki, sağlam həyat tərzi sürürük. O zaman biz psixi və fiziki cəhətdən sağlam insan olmuş oluruq. Mövzumuzda belə bir də məlumat var. Son olaraq onu da qeyd etmək istəyirəm ki, deyir ki, Tibb Şurasının sədrinin sözlərinə görə Sinqapurluların orta ömrünün uzunluğu 82 ildir. Bilirsiniz niyə Sinqapur burada çox misal göstərilir? Çünki biz hal-hazırda təbiət dərsliklərindən etibarən yeni dərsliklərimiz Sinqapur tədris modelinə əsasən hazırlanıb. Ona görə onlardan çox stat gətirilir. Və onlarda 82 il orta ömür uzunluğu hesab olunur. Amma psixoloji problemlərin və xəstəliklərin olduğu yerlərdə insanların ömrünün orta uzunluğu 20 il azalır. Bu belə onu göstərir ki, yəni insanın sağlamlığının tamamilə fiziki bölgəyə bölünməsi düzgün deyil. Psixoloji sağlamlıq da əgər bizim ömrümüzün uzunluğuna təsir göstərirsə, o zaman mütləqdir ki, o bizim sağlamlığımıza da təsir göstərir. Sonra burada fəaliyyət bölümünə də baxaq, qalmasın. Deyir ki, insanlar xas olan duyğuların, xüsusiyyətləri nəzərdən keçirin və cədvələ köçürərək müsbət, yəni çatışmazlıqlarını, üstünlüklərini qeyd edin xüsusiyyətlərin. Məsələn, biz burada görürük təmkinli olmaq, qorxaq olmaq, mərd, zəhmətkeş, tələskən, aqressiv, dostcanlı, davakar, qənaətçil, məsuliyyətli, dürüst, çevik, səmimi, xəsis, dözümsüz, yalançı, səliqəli, təşəbbüskar və həssas duyğularını. Bunlardan hansı xüsusiyyət bizə çatışmazlıqlar verir? Məsələn, təmkinli olmaq bizim üçün müsbət bir situasiyadır. Yəni, psixoloji sağlamlığımız üçün də normal haldır. Təmkinli davranmalıyıq. Əsəbləşdiyimiz zamanlarda daha çox təmkinli davranmağa çalışmalıyıq. Çünki o dövrdə təmkin olmaq çox çətinləşir. Bu səbəbdən onu nümunə göstərirəm. Yəni, pik nöqtə odur. Qorxaq olmaq bizim üçün təbii ki, çatışmazlıqdır və burada mərd olmaq üstünlükdür, zəhmətkeş olmaq üstünlük deyərdik. Tələskən olmaq, bu bizim üçün çatışmazlıqdır. Aqressiv olmaq çatışmazlıqdır. Dostcanlı olmaq üstünlükdür. Davakar olmaq çatışmazlıqdır. Qənaətçil olmaq üstünlükdür. Məsuliyyətli olmaq, dürüst olmaq, çevik olmaq, səmimi olmaq üstünlükdür. Xəsis, dözümlü, dözümsüz və yalançı olmaq çatışmazlıqdır. Səliqəli, təşəbbüskar olmaq üstünlükdür. Həssas olmaq, bu yenə də miqdarına görə məncə bu dəyişə bilər. Çünki ətrafındakı insanlara qarşı həssas yanaşmaq kimi qeyd ediriksə, bu üstünlükdür. Amma adi bir situasiyada çox duyğulanıb, çox kövrəlib, çox ağlamaq ya da çox hər şeyi öz ürəyinə salmaq, bu artıq bizim üçün çaşmazlıq hesab oluna bilər. Bu qədər mövzumuz haqqında deyəcəklərim bu qədər. Növbətində mövzuda görüşərik. Sağ olun.